Salam əziz tamaşaçılar, hər vaxtınız xeyir olsun. 14 TV-nin efirində Söz Səndə verilişini izləyirsiniz. Verilişimizin bu dəfə də maraqlı, təlabata uyğun mövzusu var. İngilis dilini öyrənmə üsulları, öyrənmə yolları, öyrənmənin effektivliyi haqqında danışacağıq. Bu mövzuda studiyamızın qonağı İngilis dili müəllimi və coach İlkin müəllim Süleymanovdur. Xoş gəlmisiniz İlkin müəllim. Xoş gördük. Təşəkkür edirəm dəvətiniz üçün. Mən təşəkkür edirəm dəvəti qəbul edib təşrif buyurduğunuz üçün. Xoşdur. İşiniz çoxdur, vaxtınız yoxdur. İstər coachluq baxımından, yəni öyrətmənlik baxımından, istər ingilis dili dərsləri baxımından bilirəm vaxt qıtlığı yaşayırsınız, amma çox sağ olun ki, vaxt ayırdınız. Xoşdur, siz sağ olun. İlkin mərhələdə suallarıma keçid almamışdan qabaq bu ingilis dili öyrənmək haqqında hansısa bir mifi dağıtmaq üçün və yaxud da ki, hansısa bir qəribləşmiş fikri uzaqlaşdırmaq üçün nəsə qeyd etmək istəyirsinizmi, yoxsa hələ ki buna ehtiyac yoxdur? Demək istəyirəm, sadə bir fikir var, amma çox toksik bir fikirdir. Tələbələri potensialına görə müqayisə etmək. Onda alınacaq, onda alınmayacaq. Bu mifdir. Əgər fiziki olaraq danışa bilirsənsə, hər hansı dildə danışa bilirsənsə, ingilis dilini bir mənalı şəkildə öyrənə bilərsən. Öyrənə bilərsən. Bunun üçün yaş həddi yoxdur, təbii ki, yoxdur. Sağsansa edə bilər. Yəni, gəlin belə dəqiqləşdirmə eləyim. İndi bəlkə də həyat təcrübənizdə bu hal olmayıb, gələcəkdə bəlkə daha yaşlı olacaq. Amma ən yaşlı ingilis dili öyrənmək üçün müraciət edən şəxs neçə yaşında olur? Dostumun anası 63 yaşı var. Öyrəndi. Yaxşı gedirdi. Prosta biraz başı qarışıb, indi davam edəcəyik. O barədə müzakirələrimizi yaş barəsində davam edərik. Çox sağ olun ki, maraqlı bir giriş etdiniz bizim üçün. Sizə müraciət edən şəxslər ən aşağı yaş neçə yaşdan müraciət edir və məktəbli olması, təbii ki, yaşı aşağı olduğundan məktəbli olması müzakirə olunan məsələdir. Yəni, minimum neçə yaşından sizə müraciət edib ingilis dilini öyrənə bilər? Və hansı hissəsindən başlayacaqsınız siz həmin az yaşlı ilə məşğul olmağa? İçərik olaraq 12 yaş və üzəri şəxslər üçün uyğundur mənim dərslərim. Yəni, basic, məktəbə qədər hazırlıq limitli dərsləri keçmirəm. Kontenti rahat qəbul edə biləcək zehni duruma gəlməsi üçün 12 yaşa qədər keçməlidir. 12-dən sonra artıq, bəli, rahat məşğul ola bilir. Çünki bir yerə qədər artırmaq olur. Dili öyrənməyə başladı, biz istəyirik ki, onu hər tərəfli məlumatlandıraq. Həm iş dünyasına, onun yeniyetməliyə, universitet həyatına, yəni hər şeyə hazırlasın da. Təkcə basiclər, kitab budur, dəftər budur kimi limitli bir ingiliscə öyrətmirəm. Tam öyrədirəm. Tam öyrədirəmmi? Gəlin biraz açaq, zəhmət olmasa. Buyurun. Yəni, biz ingilis dili dərslərində adətən getdikcə, məsəl üçün, mən məktəbdə də 2-ci sinifdən ingilis dili öyrənmişəm. Daha sonra müəllimlər yanına ingilis dili xüsusi dərslərinə getmişəm. Universitetdə də bir müddət fakültəm ingilis dili olub. Biz adətən kitablardan sözlər əzbərləmişik, qaydaları əzbərləmişik, cümlələr qurmağa çalışmışıq və amma çox imkanımız olmayıb bizim dil daşıyıcısı ilə, dil mənsubu ilə söhbətləşməyə, müzakirələr eləməyə, bunu bu istiqamətdə inkişaf elətdirməyə. Bəs onda siz nə edirsiniz? Xüsusilə siz də mi qrammatikadan başlayırsınız? Qrammatika olmadan olmaz, yəni mütləq etməliyik. Tamam, uşaqlığa qaydası olsaq əgər, uşaqlar qrammatika öyrənmədən dil öyrənirlər. Necə öyrənirlər? Bir mif daha var yayılan ki, dinləmə metodu deyə bir şey var. Çoxlu dilində danışacaqsan. Bu, təbii ki, çox cəfəngiyatdır, elə deyim. Siz dinləyərək danışmağı öyrənə bilməzsiniz. Siz danışaraq danışmağı öyrənə bilərsiniz. Dinləmək lazımdır ki, siz danışarkən istifadə edəcəyiniz məlumatları qəbul edəsiniz. Amma praktika etmədən danışa bilərsinizmi? Xeyr. Uşaq necə öyrənir? Uşaq eşitdiyi şeyləri mimiklə, jestlə, intonasiya, tonla, yəni bədən dili ilə və ətrafda edilən hərəkətlərlə əlaqələndirərək ona bir anlam qazandırır və növbəti də eyni hərəkətləri icra etmək istədiyində, icra edilməsini istədiyində o səs bazasından istifadə edərək o şeyləri dilə gətirməyə çalışır. 1, 2, 3 təkrardan sonra artıq o danışmağa bir start vermiş olur, deyək. Mən indi 2 yaşlı övladım var, Allah ballarını saxlasın. Onun nümunəsində bir daha müşahidə edirəm, dili necə öyrəndiyini görürəm ki, bu həqiqətən də belədir. Onunla cəhd edirsinizmi ingilis dilində danışasınız ki, o bir... Xeyr. Azərbaycan dilini tam bitirənə qədər, yəni
Yetkin bir Azərbaycan dilinə çıxana qədər ona ikinci bir dil öyrətməyi planlamıram. Xeyr, bu yanlışdır. Bu yanlışdır. 12 yaşından yuxarı şəxslər sizə müraciət edəcək. Sualımın birinci hissəsi yarımçıq qaldı. Cavablarınızı istəyirəm, gözləyirəm sizdən. Bu qrammatikadan başlayırsınız, söz əzbərlətdirməkdən başlayırsınız. Bunu planlı şəkildə necə edirsiniz? Söz əzbərləmək yanlışdır. Qrammatikadan belə başlayırsınız ki, mən necə öyrədirəm və necə öyrənilməlidir. Qrammatikanın izahını verirəm. Bu budur. Nə üçün yadda saxlamaya ehtiyac yoxdur, sadəcə tanış olun. O qrammatikanın real həyatda istifadə olunduğu situasiyalar var. Ən sadəsindən mürəkkəbindən. O situasiyalar üzərindən mən tələbəni öyrədirəm. Məsələn, situasiya 1, to be-ni keçirik, tanışlıq. Tanışlıq üzərindən bir qovluq açırıq. O qovluqda mən 5 tapşırıq üzərindən tələbəni işlədirəm. 6 tapşırıq. İlk 4 tapşırığın biri adını de, peşəni de, milliyyətini haradan olduğunu de, süper. Və qarşındakindən şəxsi məlumatlarını istə. To be-nin birinci mövzusunun, yəni birinci dərsin, birinci qovluğunun taskları bunlardır. Bunlar üzərindən söz ehtiyatını artırır qəşəng. 4 adda onu məşq etdirirəm. Məsələn, Michael, Sofia, Sarah və s. Bu kimi adlarla. 4-ü ilə işləsə bəs eləyir. Çox adı bilməsinə ehtiyac yoxdur. Sonra keçirik milliyyətə, haradan olduğuna. Məsələn, öz adımın, öz milliyyətimi haradan olduğumu deyirəmsə, bunu 20 fərqli ölkə və milliyyət üzərindən öyrənirəm. İkinci task da bunu edir. Üçüncü task 20 fərqli peşə üzərindən, 27-dir mənim dərslərimdə, 27 fərqli peşə üzərindən, işsizlik də daxildir buna. Hər halda bilsə yaxşıdır. 100%, yəni. Və məşğulluqla işsizliyə ayırması. Deməli, o 27 peşə üzərindən o lüğətini zənginləşdirir və bu qrammatikanı alternativ, yəni keçdikləri çərçivəsində alternativ bütün strukturlarla məşq edir tam. Məsələn, I am və my name is adını deməyi burada məşq etdimi? I am və I am bu iki strukturla peşəsini deyir. Milliyyətini deyə bilir. Haradan olduğunu I am from-la deyir və I am from-la. 4 struktur. Bunları tam avtomatlaşana qədər məşq edir. Lüğəti əzbərləmirik biz. Lüğəti o strukturların içərisində öyrənir. Lüğət taskları deyə bir siyahı var hər taskın içərisində. 27 söz öyrənəcəksinizsə 27 lüğət tapşırığı var. Və hər biri ilə bütün alternativ strukturlar üzərindən məşq edirsiniz. O qədər eləyirsiniz ki, artıq siz onun daşıyıcısına çevrilirsiniz. Bir taskı tam mənimsəməmiş digərinə keçmirsiniz. Bir mənalı şəkildə. Gəlir 5-ci taskı gəldiyində sondan bir əvvəlki deyək. Öyrəndiklərini bir-birinə birləşdirərək danışmağı öyrənir. Yəni, bir neçə cümləni ard-arda deməyə adiləşir onun üçün. Beyin bu bacarığa yiyələnir. Sonuncu tapşırıqda isə işin 30% tamamlanmış olur artıq, qalır 70%. Bu 70% mimiklər, jestlər, intonasiya, vurğunun inteqrasiyasıdır. Bu məlumatlarla sinxronlaşdırılmasıdır. Bir. Sonra o bunları bir-birinə calayıb danışarkən söz təkrarlarına yol verməməli. Sözlərini diqqətlə seçməli, fikirlərinin arasındakı məntiqliliyi qorumağı öyrənir, fikirləri düzgün sıralamağı öyrənir. Bunlar olmadan insanlarla açıq ünsiyyətə keçə bilməz. Və ən önəmli bir şey daha qeyd edim, çox önəmlidir. Cümlələri tərcümə edərək öyrənmir. Nitq tapşırıqlarını icra edərək öyrənir tələbən. Yəni, motorikası, danışıq motorikası inkişaf edir. Xamlıq eləmir, Loreldə desək, artıq bir il ünsiyyətə çıxır. I am engineer deyəndə artıq onun mühəndis olaraq beynində fikirləşib, daha sonra ingilis dilinə çevirib, onu cümlədə istifadə edəcək yeri tapıb, bu qədər prosesə ehtiyac duymur. Yox, çünki hər şey artıq sinxronlaşmış olur. O artikellarda istifadə edir, vurğunu hara verməlidir, hansı bədən dilindən istifadə etməlidir, hər şeyi bilir. Və ilk dərsdən öyrəndiyi bütün bu bacarıqlar, biraz vaxtı çox gedir, bəli, birinci dərsə tələbənin, növbəti öyrənəcəyi hər şeyi avtomatik yoluxur artıq və hər öyrəndiyi biliklə bərabər də təkmilləşir. Getdikcə tələbənin savadı artır, beynin işləmə gücü sürəti artır, təcrübəsi artır, bacarıqları artır və mövcud bacarıqlar təkmilləşir. Bu 5-i sayəsində artıq hər növbəti qəbul etmək istədiyi materialı daha sürətli mənimsəyib, onlardan daha çox fayda götürür. Sizin metodlarınızı dinləmək çox maraqlıdır. Və yenidən veriliş davam etdikcə mən bu metodlardan sizdən soruşacağam. Bunları sizdən dırnaq arasında desək, oğurlamağa çalışacağam, icazə verdiyiniz qədər təbii ki. Buyurun, faydalanın. Amma bizim cəmiyyətdə istər gənclər, istər orta yaşlı nəsil, yaşlı nəsil də elə, ingilis dili öyrənməkdən bir qorxu var. Yəni, harasından başlayacağıq, bu yaşdan sonra biz ingilis dilini necə öyrənəcəyik? Amma faktiki olaraq ingilis dilinə tələbat
indi demək olar ki, çörək suya tələbat olan qədərdir. Elədir. Bəs bu səddi çəkən nədir? Hansı müəllimlərdir, hansı metodlardır ki, insanların qarşısında bu hasarı çəkib və o birisi üzünə keçməyi, heç olmasa boylanıb baxmağa belə qorxu yaradır? Yaş məsələsinə toxundunuz. Bu realdır. Təkcə yaş deyil, yəni təkcə yaş deyil. Buyurun. Əslində şeyin kökündə o dayanır, düzdür. Amma bu düşünüldüyü, bilindiyi kimi deyil. Gənclər belə etmir axı bunu, o məsələ ondadır. Gənclərin də o qorxusu var. Yəni 30 yaşı olan, 35 yaşı olan gənclər belə indi başlasam haçana öyrənərəm, çox çətin gəlir, çox qorxuducu, hürküdücü gəlir. Çünki bunun nə zaman baş verəcəyini bilmirlər. Sizə cədvəlli şəkildə verilən 3 aya bu leveli atlayacaqsan, dərslərdə özünü doğrultmadığı üçün qaranlıqda şüşə çeynəyərək gəzməyə bənzəyir bu. Yəni, nə edəcəyini, nə baş verəcəyini bilmir. Zülüm, zillət kimi gəlir dil öyrənmək. Və həqiqətən də elədir. Heç kim deyə bilməz ki, tələbə nə vaxt öyrənəcək. Çünki hər şey buna təsir edir. Yaş məsələsini bayaq ona görə vurğuladım, siz də toxundunuz. İnsanın bütün məsuliyyətləri yaşla bərabər gəlir. Yorğunluğu da, vaxt məhdudiyyəti də, beyninin məşğulluğu da, diqqət dağınıqlığı da, enerjinin əksikliyi də, hər şey təsir edir. Məsələn, yeni övlad dünyaya gətirmiş bir valideyn gecələr yaxşı yata bilmir. Yata bilmədiyi üçün kognitiv performansı düşür artıq. Düşdüyü üçün də dil öyrənmə bacarığı təbii olaraq zəifləyir. Axı sən o datanı qəbul edib onu işləməlisən, beynin buna əl verməlidir. Yorğun halda nə terapiyaya daxil ola bilməzsən, nə dərs oxumağa daxil ola bilməzsən, yəni istədiyin keyfiyyəti ala bilməzsən, daxil ola bilərsən. Saatlar gedər, amma baxarsan ki, ortada bir şey yoxdur. Ona görə həyat balansını qorumaq lazımdır ilk növbədə. Mütləq. Qısa dönəm proyektlərdə keyfiyyətdən yemək olar. Məsələn, mən proqram istehsal edirəm, bilirəm ki, 2 ay masa arxasına əyləşib işləsəm dayanmadan, idman, yuxu yerində, istirahət və əyləncədən yemək hesabına. O 2 aya mən onu tamamlaya biləcəm. Onu edə bilərəm. 2 ayın sonunda əsəblərim biraz yerində olmayacaq, bəli, ondan çox davam etmək olmaz. Biraz fasilə verəcəm, bir bunqaloya çəkiləcəm, 3 gün, 4 gün yağış səslərini dinləyib, kitablarımı oxuya-oxuya beynimi dincəldəcəm, təbiətin nəfəsini içimə çəkəcəm, havasını, qoxusunu, özümə gələcəm, qayıdacam, normal tempdə işləməyə davam edəcəm. İngilis dili isə bu cür qısa dönəm bir proyekt deyil. Başladım, gecəmi gündüzümə qatıb oxuyacam, mən mütləq inkişaf eləməliyəm, mütləq burada bir vakansiya var, burada bu imkan, bu fürsət var. Bu yanlış bir yanaşmadır. Yavaşlan başlayıb, yəni düzgün, stratejik yanaşmayla davam etməliyik. Startı yaxşı verməliyik və araya mütləq ki, fasilələr girəcək. Qayıtdığımızda da yenə də diqqətlə qayıtmalıyıq. Mən bu proqramda dərs öz yanaşmamda hər şeyi hesab almışam. Təkcə işin nəzəri praktiki deyil, mənəvi, mental, emosional, psixoloji, texniki və professional tərəflərini. Hər şey. Necə adlanır bu proqramınızın? Mr. Süleymanovun metodu ilə sıfırdan ingilis dili. Müraciət edənlər çoxdurmu bu metodu sizdən əldə etmək üçün? Bəli, əlbəttə, çoxdur. Bu, yalnız sizinlə tet-a-tet bu dərsi öyrənməlidirlər, yoxsa dərs formasında alıb fərdi də məşğul ola bilərlər? 10 il ərzində hər kəsin sərbəst, müəllimin iştirakı olmadan öyrənə biləcəyi bir proqram yığmağa çalışmışam və buna artıq nail olmuşam. Yəni, self-study formatlı bir proqram var, mükəmməldir. Bəli, 10 ilin sonunda deyə bilərəm ki, o öz pikinə çatıb. Təbrik edirəm sizi. Təşəkkür edirəm. Yəni, bu dərsliyi əldə edərək özlərinin müəllimi ola bilərlər. Bəzən olur ki, müəllimlər ingilis dilini və yaxud da ki, dil öyrənməyin müəllimsiz mümkün olmadığını da vurğulayırlar. Vurğulasınlar da. Buna münasibətiniz necədir və bu da yanlış fikirdirmi? Hər kəs öz inandığını, bildiyini təbliğ edir. Təbii ki, bu yanlışdır. Nəyə görə? Bir də başqa bir məsələ də var, indi ona toxunacağıq. Buyurun. Müəllimsiz öyrənmək realdır. Bilirəm bunun real olduğunu. Yəni, durum deyim ki, müəllim mütləq olmalıdır orada. Yox, müəllim olmaq üstünlükdür. Əgər həqiqətən düzgün metod ilə tədris edən müəllimdirsə, onun iştirakı üstünlükdür. Lakin mütləq olmamalıdır. Tələbə edir burada hər şeyi. Bu restorana getmişəm, yemək bişirsinlər, qoysunlar qabağıma, mən yeyim deyil axı. Mən sizə materialları verə bilərəm. Amma işin 95-96%-ni siz görəcəksiniz. Dili öyrənmək istəyən sizsiz.
Necə ki, orada yemək yeməliydiniz ki, doyasınız. Bəli. Burada da tapşırıqları etməlisiniz ki, öyrənəsiniz. Tələbkarlıq önəmlidirmi dərs müddətində? Qərarlılıq önəmlidir. Tələbkarlıq yox. Bunun 10 ildə işə yaradığını görməmişəm. Mən tələb edim, dərs oxusun. Bu ilk başlarda biraz tələbəni hərəkətə gətirə bilər. Qısa dönəmdə. Amma müəllimə hörmət falan. Birazdan amma o öz aktuallığını itirir, deyək. Çox görürsünüzmü, məsəl üçün, özünüz qeyd etdiyiniz kimi müəyyən vakansiyaları müşahidə edib, tez ingilis dili öyrənmək istəyir, o havasına düşür, motivasiyaya gəlir və müraciət edir ki, mən ingilis dilini öyrənməliyəm. Bir ay ərzində canını qoyur, amma həmin o istedadı yoxdur. O insanın ki, o bir ay ərzində öyrənə bilsin. O ingilis dilini 2 il ərzində öyrənməlidir. Həmin o istedadla, həmin o performansla, lap yüksək, belə deyək, efor xərcləsə belə, onda alınmır. Bu, eyni zamanda bir istedad məsələsidirmi? 100%. 100% istedad məsələsidir. Mən dil öyrənməyə talantlı bir adamam, məsələn. Çox rahatlıqla öyrənmişəm. Amma bu talant hər kəsdə yoxdur. Aha. Əvvəl deyirdim ki, hər kəsdə var. Çünki sənin bir şeyə talantın varsa, elə gəlir ki, hər kəs bunu asanlıqla edə bilər. Olur, uşaqlıq və yeniyetməlikdə deyirik. Nə var bunu eləməyə, bunu götür belə. Amma onun beyni buna hazır deyil. Hər kəsin bir genetikası var və müəyyən sürətdə, hər kəsdə bir sürətdə baş vermir o. Özünə məxsus sürətdə irəliləyir hər şey. Lakin hər kəs bunu edə bilər. 100%. Müraciət edənlər, bəli, sürət öyrənmək istəyən çox olur, təbii ki. Və hazır bir videom var, onu göndərirəm ki, öyrənmə müddətini təyin edə bilməzsən də, deadline qoya bilməzsən. Nə qədər talantlı olur olsun, bir yerə qədər inkişaf etdirə bilər. Bir ay çox qısadır. Ən talantlı adam üçün belə dil öyrənmək üçün çox qısadır. Çünki material da şərtli dərəcədə çoxdur. Müəyyən qədər səlislik, sərbəstlik qazanar. Limitli olacaq. Onu hər kəs edə bilir zaten. Amma bir aya bu qədər irəliləyəcək, 3 aya o qədər irəliləyəcək. Bir şey dəqiqdir. Əgər təlimatlar uyğun çalışsa, bir dəfə edəcək bunu. Ömrü yolun olacaq. Bəs həmin şəxslər bu cür yüksək motivasiya ilə müraciət edəndən sonra sizin onlara bu təlqininizdən sonra, çünki biz bir çox dil kursları, dil müəllimləri görürük ki, müəyyən bir deadline qoyurlar ki, bu müddətə filan nəticəni alacaqsınız, bu müddətə. Halbuki qarşısındakı tələbənin istedadı barəsində heç bir məlumatları yoxdur. Sadəcə özlərindən, özgüvənindən çıxış edirlər deyək və yaxud da ki, yalan danışırlar. Bəs həmin o tələbə sizə yüksək motivasiya ilə müraciət edəndən sonra görəndə ki, bir aya bu alınan deyil, işin içinə girəndən sonra anlaşılır axı, özündə kəşf edir bu insan. Onda hansı məsləhətləri verirsiniz? Bəs məyus olmasın, dərsdən yayınmasın, bu bunun üçün nə qədər vacibdir? Burada artıq ingilis dili müəllimliyindən iş çıxır, mən belə başa düşürəm. Doğrudur. Doğrudur. Siz bəli, təkcə dil öyrənməkdən ibarət deyil bu proses. O da müraciət etdiyində o bir fikirlərini tənzimləyib də sənə müraciət edib. O artıq uzun bir müddətdə bunun mümkünlüyünə inanır və bir düz divarla qarşılaşanda təbii ki, dərhal o mərhələlər var da, üsyan etmək, qəbul etmək və yeni bir strategiya yaratmaq. O mərhələlərdən keçməlidir və fikirli xəritələr ona nizamlanmalıdır, barışmalıdır, bu yasını saxlamalıdır bu həqiqətin. Yəni, o biraz zaman keçəcək, bununla bağlı ediləcək bir şey var. Əgər şəxs özü dəstək istəyərsə, mən ona yoldaşlıq edəcəm təbii ki. Lakin sən qaçırsan, mən səni qovalayayım, yox, hara gedirsən, gəl qardaş, sən düzgün yol budur, yəni. Yox, o mənasızdır. Mən əgər elə eləsəm, vaxt çatdıra bilmərəm heç nəyə. 10 nəfər müraciət edir məsələn, onun 8-i siz dediyiniz kimi gözləntilərlə, yanlış gözləntilərlə gəlir. 2 nəfər düzgün gözlənti ilə olan gələnlə başlayırıq biz yola. Qalan 8 nəfərin fikirləri səliqəyə düşdüyündə əvvəl-axır gələcək bilirəm ki, başqa variant yoxdur. Çünki dili bazar iştirakçıların 99%-i nə elədiyini bilmir. Bilmir. Bir də fırıldaqçılar var, bəli, siz demiş ki, o insanların ümidlərindən özünü maliyyələşdirmək üçün istifadə edənlər. Bunu ən yumşaq belə demək olar. Qısa bir fasiləmiz var, İlkin bəy, maraqlı davam edir müzakirəmiz, amma fasilə ayrılmalıyıq, yenidən qayıdacaq, studiyamıza sizinlə müzakirəni aparacağıq. Qeyd edeyim ki, 14 TV-nin efirində Söz Səndə verilişini izləyirsiniz. İngilis dili müəllimi İlkin Süleymanov studiyamızın qonağıdır. Onunla ingilis dilini öyrənmə üsulları, öyrənmə yolu haqqında danışırıq. Qısa bir fasilədən sonra yenidən qayıdırıq studiyamıza.
Fasiləmiz artıq yekunlaşdı. Qeyd edeyim ki, 14 TV-nin efirində Söz Səndə verilişini izləyirsiniz. Verilişimizin bu dəfəki maraqlı mövzusu ingilis dilini öyrənmə üsulları haqqındadır. Bu mövzuda studiyamızın qonağı ingilis dili müəllimi, koç İlkin Süleymanovdur. Bir daha ikinci hissədə xoş gördük sizi. Xoş gördük. Təşəkkür edirəm gəldiyiniz üçün. Maraqlı davam edir mövzumuz. İngilis dilini müzakirə edərkən onun aksentləri haqqında danışmasaq olmaz. Aksentlərini zəhmət olmasa bir bölərdiniz və dərslərdə bundan necə istifadə edirsiniz? Bu ümumi akademik dərs vəsaitində istifadə olunurmu bu aksentlərdən? Dərsliklərdə hər cür aksent eşidəcəksiniz. Dərsliyin bir növ məqsədi də zaten sizi bütün aksentləri hazırlamaqdır. Mənim öz dərsliklərimdə yox. O cür aksent ayrı seçkili etməmişəm ki, ya bu çox növlülük etməmişəm də. Və konkret hansı aksenti seçim, bir istiqamətdə gedim, Amerikan mı, British mi, bu o qədər də önəmli deyil. Önəmlidir necə ki, bu ikisi ən çox yayılandır, onlardan hər hansı birini seçə bilərsiniz. Önəmli olan məsələ nədir? Bu aksent mənim işimi tam görəcəkmi? Yox, işinizi tam görən bir aksent yoxdur. İş dünyasında, təhsildə mütləq ki, siz aksent bariyerləri ilə rastlaşacaqsınız, amma bu düşündüyünüz, qorxduğunuz qədər çox böyük olmayacaq. Dili bilirsinizsə əgər, siz danışmağın məqsədi nədir? Qarşınızdakı ilə uzlaşmaq, fikir mübadiləsini səliqəli, effektiv şəkildə aparmaq, fikirləri çatdırmaq və qəbul etmək. Burada aksent çox az iştirak edir. 70% bədən dili iştirak edir, bunu deyim, və istifadə etdiyiniz sözlər. Siz bir şəkildə biraz sürəti yavaşlayaraq və yaxud da biraz daha səssiz bir yerə keçərək fikirlərinizi çatdıracaqsınız və qəbul edəcəksiniz. Bu, düşünülən, qorxulduğu qədər dəhşətli bir şey deyil, yəni. Şirkətlərdə bu adi bir haldır. 1-2 gün, 3 gün, 4 gün ünsiyyət saxladıqdan sonra artıq sizin qulağınız onun istifadə etdiyi səsə, aksentə öyrəşir və artıq yavaş olmasını istəmək məcburiyyəti duymursunuz. Ünsiyyət rahatlaşır. Sizin də təyin etdiyiniz dərs vəsaitlərində danışıq əsas şərtlərdəndirmi? Siz danışmalısınız. Danışmaq öyrənmək istəyirsinizsə danışmalısınız bir mənalı şəkildə. Belə deyim də sizə. Dili qoyaq bir kənara, istəyirsiniz danışaq kung-fudan, boksdan. Siz oturub səhərdən axşama qədər boks videoları izləyə bilərsiniz. Kombinasiyalar izləyə bilərsiniz. Zərbələrin necə icra edildiyini incələyə bilərsiniz. Sizi boksör edirmi bu? Təbii ki. Etmir. Yox. Zala gedib o zərbələri icra etməyə, bol-bol məşq etməyə başladığınızda siz inkişaf, o əzəl ağrısını təcrübə etməyə başlayırsınız. Kifayət qədər çox məşq etdiyinizdə ustalaşırsınız, bəli. Səhərdən axşama qədər sən kontent qəbul et, bu işə yaramayacaq. Zala girib o məşqləri etməlisən. Mənim proqramım ingilis dili üçün məşq meydançasıdır. Necə tövsiyələr edirsiniz? Bəs məşq üçün qarşılıqda yalnız siz varsınız. Amma sizin də o qədər vaxtınız yoxdur ki, həmin tələbə ilə mütəmadi olaraq danışıqlar aparasınız. Onlara nə tövsiyələr edirsiniz? Məsəl üçün bir iş adamına hansı mühitə daxil olmağını məsləhət görürsünüz? Boş vaxtlarında danışıq üçün necə müraciətlər elə bilər, kimlə danışıq apara bilər, dil daşıyıcısı ilə? Bir müftə budur ki, mən mütləq biri ilə danışmalıyam ki, mənim ingilis sözüm inkişaf etsin. O söhbətdir, o danışmaq deyil. Danışan sizsiniz. Eləcə yenə boks nümunəsinə qayıdaq. Siz bütün boks məşqlərini ringdə birinə qarşı etmirsiniz axı. Quruşayla məşq edirsiniz, çəkilərlə işləyirsiniz, kompleks hazırlıq keçməlisiniz də. Həm dözüm məşqləri, həm psixoloqla işləməlisiniz bunun üçün. Yəni, işlər çoxdur, əzəllər güclənməlidir, bədən möhkəmlənməlidir. Şəraitə uyğunlaşmadan keçməlisiniz, belə deyək. Yəni, siz ringə çıxana qədər artıq siz professional boksçuya çevrilməlisiniz. Eyni şey ingilis dili üçün də keçərlidir. Biri ilə söhbətə çıxana qədər artıq siz danışmağı bacarmalısınız. Yəni, güzgü ilə? Yox, güzgü ilə. İstəsəniz güzgü ilə danışın. Yəni? Amma qarşınızda mütləq deyil ki, biri olsun. O da bilər, olmaya da bilər. O sizə ən yaxşı halda söhbət təcrübəsi qazandıracaq. Dili öyrətməyəcək. Söhbət təcrübəsi, buna xüsusi diqqətimi çəkmək istəyirəm. Nə deməkdir bu? Mən çıxacam sabah məsələn, A rangından, bir ulduzlu rangdan bir adamla söhbət edirəm. Biraz heç kimlə indiyə qədər söhbət etməmişəmsə, bu belə mənim üçün yeni bir təcrübədir. Biraz əlim qolum əsə bilər məsəl üçün. 2 ulduz, 3 ulduz, 5 ulduzlu adama çıxanda, hər dəfəsində ulduzlar qalxdıqca mən təbii olaraq o həyəcanı hiss edəcəm. Necə ki, boksçu ölkə çempionatına çıxır, sonra çıxır dünya çempionatı, Avropa çempionatı və onun üçün ən böyük olan olimpiya ringinə çıxır. Sonra bəlkə xüsusi döyüşlər tərtib olunur. Bugün artıq o
Yəni də o yüksək büdcəli döyüşlər deyək də, məsələn, Aleksandr Usikin döyüşləri. Dubois ilə döyüşmüşdü axırıncı. 100 neçə milyon pul götürdü oradan. O çox yüksək ranglı bir döyüşdü. O psixoloji olaraq buna hazırdır, çünki dəfələrlə eləyib artıq onu. Amma ilk dəfə elə bir döyüşə girəndə o Olimpiya ringindən gəlmişdi ora. Həyecanlı idi mi? 100% həyecanlı idi. Amma artıq adiləşib, adamın üzünə baxırsan, görürsən ki, adiləşib. Amma onu boksyor eləyən Dubois ilə Pasternak döyüşmür ki orada. Başqaları ilə döyüşmür ki. Onun məşqinin 99.99% zalda tək başına olur. İngilis dildə elədir. İngilis dildə. Əlbəttə ki. Siz orada strukturlarla bol-bol məşq etməlisiniz. Lüğətinizi, qrammatik, struktural bazanızı zənginləşdirməlisiniz. Mimiklər, jestlər, intonasiyanı full inteqrasiya məşq etməlisiniz bunların sinxronizə olması üçün tam. Və yekun nəticə fikirlərinizi idarə etməli öyrənməlisiniz. Onları düzgün sıralamağı, fillerlərdən istifadə etmədən danışmağı, yəni nitqinizin üzərində tam kontrolu əldə etdikdən sonra çıxın danışın kiminlə istəyirsiniz. O baş verənə qədər, yəni ümid etsəniz ki, biri ilə söhbət edəcəm və bu sehirli bir şəkildə... Məşq kimi söhbət edəcəm demək, sadəcə söhbətləşəcəksiniz. Siz orada əyləşmişsiniz də, mən danışıram da, nə mənası var, yəni, dəyəm qulağısını yiyəcəksiniz. Deyəcəksiniz, səhvlərinizi düzəldəcəm danışanda, səhvlərimi düzəldən o kömək edirmi? Yox. Bir halda kömək edə bilər ki, İngiliscəsi xüsusi toxunuşlar tələb edən tələbələrim olub. Adını çəkməyəcəm, məşhur otellərdən birinin resepsiyonunda çalışan və sırf stratejik olaraq vəzifədə çalışan bir adam idi. Bütün otel vəzifələrini fırlanırdı ki, otelin idarəçiliyini götürsün. O insanın İngiliscəsi sınmış adlandırıla bilər. Qarışıq idi. Fillerlərdən istifadə edirdi, sözləri, yerlərini dəyişik salırdı, qrammatik çoxlu xətalar buraxırdı. Mənə qədər rahat bir 10 müəllimə, məşhur müəllimə müraciət etmişdi. Hamısının ağzından bu və ya digər formada eyni sözü eşitmişdi. Sizcə nə eşitmişdi? Buyurun. Danış düzələcək. Çoxlu danış düzələcək. Və siz nə tövsiyə etdiniz? Mən onu danışdırmırdım. Mən onun nitqini incələyirdim. Nöqtə atışı tapşırıqlar hazırlayırdım onun üçün. Motorikasını düzgün, oradakı xətasını, nitqindəki yanlışlıqları düzəltmək üçün xüsusi tapşırıqları istehsal edirdim, verirdim, işləyirdi, mənə təhlil verirdi. Sonra bir də danışdığımda görürdü ki, artıq o xətalar aradan qalxıb. Yəni, qlobal xətalar deyildi deyənə, incə xətalar idi deyənə, onlar araşdırılmalı və həmin o məsələlər həll olunmalı idi. Qlobal xəta deyəndə İngiliscənin köklü remontunu nəzərdə tutursunuzsa, fərqi yoxdur. İstər xırda olsun, istər böyük olsun. Hər bir halda ciddi xətalar belədir ki, qlobal xəta. Baxın, İngilis dilinin aşağı levelində öyrədilən qrammatik elementlər, dilin istənilən bir kateqoriya, format və sferada istifadəsinə ən sıx müraciət olunan elementlərdir. Onların yoxluğu qlobal bir boşluq yaradır, bəli. Təbii ki, yəni. Bir də xırdalar var. O hala gəlib çıxmazdı zaten o xətalar olsaydı. Yenə səliqəsizlik olacaqdı, bəli. Amma çox vaxt qaçırlar B1, B2-ni öyrənim, C1-i öyrənim ki, nitqim səliqəyə düşsün. Fərqində deyirlər ki, həqiqətin A1-dir, əsas boşluğu yaradan. Yəni, üzünə baxmırlar A1-in. Elə bir əlifba kimi sadə bir şeydir. A1 amma İngilis dilinin 70%-dir, bir növrəsidir. Məsəl üçün, tələbələrinizə gündəlik etməli olduğu rutinlər tövsiyə edirsinizmi həmin proqramda? Məsələn, yuxudan oyananda İngilis dili öyrənmək üçün yola baş qoymuş bir insan oyanan kimi artıq İngilis dilini öyrənmə prosesinə başlanmalıdır. Yəni, gözünü açdı, yerindən durdu, İngilis dilində fikirləşməlidir bu insan. Məsəl üçün, yeri yığışdırmağı yadına salmalıdır, İngilis dilində düşünməlidir. Bugün filan işi görməliyəm işdə, onu İngilis dilində düşünməli. Belə bir proseslər var mı ümumiyyətlə? Çünki mən tövsiyələr arasında görmüşəm belə şeylər, ona görə soruşuram sizdən. Buyurun. Sizin səsləndirdiyiniz fikirlər bir zamanlar mənim də beynimdə olan və tələbələrimə tövsiyə etdiyim fikirlərdir. Bunlar dilin necə öyrənildiyini türklər demiş, araşdırma, öyrənmə çabalarıdır. Aha. Ki, müəllim fərqinə varır ki, bir şeylər qaydasında deyil və faydalı, işə yarayan bir şeylər tapıb onun tələbələrinə tövsiyə etməyə çalışır. Əmindirmi ki, bu işə yarayacaq? Deyir, bəlkə işə yaradı, bəlkə yox. Mən bütün bunları illərlə test etmiş biri olaraq onları tələbələrimə tövsiyə eləmirəm. Konkret proqram, baza. Get küçədə buna yumruq at, onu elə ağacı döyüşdə falan hər yerdə boksla məşğul ol yox. Gəlmirsən zala, professional məşqi keçəcəksən, professional boksör olacaqsan. Eyni məntiqdir. Material, boksörün məşq meydançalarına gəldin, verdiklərindən kənarlaşma. Lakin, bəli, günə başlayanda ilk etməli olduğu bir ritual var. Bu nədən ibarətdir? Təlimatlar. Hansı taskdadırsa, o taskın təlimat səs yazması olur. Hər task üçün ayrıca hazırlanmış. Onu mütləq dinləyir. Ardınca da ümumi təlimat faylı var. Onu oxuyur
sonra başlayır ingilis dili gününə. Yuxudan duran kimi birbaşa edə bilərsən bunu, ya səhər yeməyini yedikdən sonra edə bilərsən, fərq etməz. Amma ingilis dilində bunu etməklə başlayırsan. Hətta həmin gün cəmi 10 dəqiqə vaxtın olacaqsa dil ayırmağa, materiallara yox, təlimatlara ayır onu. Çünki bu uzun müddətli bir prosesdir. Bir gündən ibarət deyil. Bugün material oxumaqla sən qabağa düşməyəcəksən. Biraz, amma ki, sonra yadından çıxa bilər təlimatlar, yanlış xatırlaya bilərsən, qismən ya tam, hər gün oxuyub yaddaşını təzələyirsən. Avtomatlaşmış olsa belə yenə də edirsən bunu. Təlimatlar sənin prosesinin səliqəsini təmin edir. Bu həm də ona görə edir ki, o təlimatlar 10 ilin təcrübəsindən çıxıb, bəli, hər cümləsinin arxasında ən azı bir uğursuz tələbə mütləq var. Ona görə edir ki, mən təcrübəliyəm, mən bilirəm. Amma o hələ təcrübəli bir öyrənən deyil. Yanlış anlamış ola bilər. Bugün təcrübə qazanıb sabah təlimatlarla yenidən tanış olduğunda, aha, İlkin müəllim bunu buna görə verib burada deyəcək. Anlaşılır. Bəlkə də yeni şeylər kəşf eləyir özü üçün. 100%. Mən amma yenə də o ingilis dilində gün ərzində düşünmək haqqında mövzunu dərinləşdirmək istəyirəm sizinlə. Siz olubmu ki, öyrənmə prosesində özünüzə təlqin edəsiniz ki, Azərbaycan dilində düşünməyin? Ehtiyac yoxdur buna. Buna ehtiyac yoxdur. Siz dili öyrənəndən sonra rahat bir şəkildə keçid edə biləcəksiniz ikisi arasında. Çox rahat bir şəkildə. Azərbaycan da düşünməyim, ingilis dilində düşünüm və belə öyrənim. Yox. Dili öyrənib bitirəndən sonra belə bir dərdiniz olmur zaten. Mən ingilis dilində düşünüm, yoxsa Azərbaycan dilində düşünüm. Bütün bilgiləriniz sinxronlaşır. Sinxronlaşandan sonra switcher kimi də bir növ. You can switch between the languages very easily. Yeah. Çox asandır deyirsiniz. Yeah, easy. A piece of cake. Mənə də elə kənardan izləyən tamaşaçılar kimi çox çətin gəlir. Amma istəyirəm ki, insanlar üçün də, cəmiyyət üçün də bu yolda tələbat çox böyükdür və insanlar bunun asan olduğunu düşünsünlər. Mən düşünürəm. Asan deyil, mümkündür sadəcə. Düşünməsinlər bunun asan olduğunu, bu yanlış bir yönləndirmə olar. Çünki deyil. Həyatın çətindirsə, bu ekstra çətin olacaq. Bu dərin bir psixoloji prosesdir və çox gözəl bir məktəbdir. Hətta psixoloji prosesdir. Əlbəttə ki. Çünki həyatınızda baş verən hər şey buna təsir edəcək. Ona görə balanslı şəkildə davranmalısınız bu prosesdən. Və çox mükəmməl bir məktəb olacaq. Yaşınızdan asılı olmayaraq. Çünki bir şeyin düzgün yanaşma ilə necə öyrənildiyini biz çox az hallarda təcrübə edə bilirik sıfırdan. Qarmaqarışıq bir şəkildə öyrəndiklərimizi. Kökünə getsək, cavablaya bilirim, Azərbaycan dilini adicə necə öyrənmisən? Yox. Amma dil nümunəsində bir şeylərin necə öyrənildiyini bu proqramla öyrənirsən. Bir işin necə görüldüyünü, özünü tanıyırsan. Yəni, mükəmməl bir təcrübədir. Sizin özünüzün bu istiqamətdə 10 ildir fəaliyyətiniz var dediniz. Bəli, 10 ildir artıq. 10 ildir. Bu istiqamətdən əvvəl sizin fəaliyyətiniz tamam başqa idi. Mən bələdəm sizinlə bir az-da tanışlığım var və sizin marağınız nədən yarandı buna? İngilis dilini həm özünüz öyrədəsiniz, həm də tədrisi ilə məşğul olasınız. Mən belə deyim, əsgərlikdən qayıtmışdım. Pul qazanmaq lazım idi. Dedim, mən yaxşı nəyi bacarıram? Nə lazımdır? Təməlinə qayıtsaq belə başladı ki, mən deyirdim ki, 300 min pul yığacam və pensiyaya çıxardacam özümü. Tipik əsgərlikdən qayıtmış gənc düşüncəsidir. Dedim, mən necə eləyə bilərəm? Hər adamdan 1 manat yığsam, 300 min adamdan yığmalıyam. Dedim, ya 1 manat çətin məsələdir. 100 manatdan yığsam, 3000 adamdan yığmalıyam. Bəs nə sata bilərəm mən? Belə satmalı da, yəni bu fikir oradan gəlir. Fırıldaqçılıqdan söhbət getmir. Getmir, bəli. Xidmət satma, fayda vermək. Dedim, elə bir şey satmalıyam ki, fayda verim də. Bəli. Baxdım, dərs keçə bilərəm. Bəli, dərs keçməklə başladım həqiqətən. Çünki ingilis dilini yaxşı bilirdim. Kurslardan birində fəaliyyətə başladım. Bir təklif gəlmişdi. Bir müddət sonra baxdım ki, mən auditoriyaya girib hər dəfəsində eyni şeyləri demək, bu mənlik deyil də. Yəni, bu bir yerə qədər apara bilərsən. Bununla mən o məbləğə çıxa bilməyəcəm. Sonra yəni, iş artıq biznesə keçdi. Dedim, yəni, bunu paketləyib belə bir şey eləsəm, yəni self-study ideyasının doğuşundan danışıram. Ölkəyə mən gətirmişəm onu. 2016-cı ilin avqust ayında. 2016-nın avqustunda. Və onun üzərində işləməyə başlamışam 2015-ci ildən etibarən. 10 ildir sırf self-study üzərində mən çalışıram. Müəllimlik təcrübəm daha çoxdur. Buna görə sizə böyük təşəkkür düşür. Çox sağ olun. Ki biz təbii ki, müəyyən məbləğ qarşılığında alınıb bunu istifadə etmək mümkündür, amma ən azından var olduğuna görə
vəsait qarşılığında belə olsa alıb istifadə etmək mümkünlüyünə görə sizə təşəkkür düşür. Çox sağ olun, Çox minnətdaram sizə. Mən də sizə təşəkkür edirəm. Və əlavə etmək istədiyiniz, tələbələrə söyləmək istədiyiniz, ingilis dili öyrənmək üçün yola çıxmaq istəyənlərə nə tövsiyə eləyərsiniz? Tövsiyə yox, biraz bu proqramın yaradılışından danışmaq istəyirəm. Çünki orada çox önəmli məqamlar var. Necə olur ki, bu proqram yaranır, bu cür pikinə çatır da bu metod. Dünyada bu yoxdur, yəni necə yarandı? Çünki 10 il məsələ təkcə pul qazanmaq deyildi. Mən hər kəsi öyrətməyi hədəfləmişdim. Hər kəs öyrənə bilsin. Çox dərin, ağrılı bir psixoloji, eləcə də fiziki proses idi. Həyatın çətinlikləri ilə paralel aparılan bir proses idi bu. Və təslim olmadan axıra qədər təcrübələri davam etdirib ki, bunu başqa müəllim edərmi, etməzmi, o sual altındadır. Bunun üçün 10 il boyunca fərdi eksperimentlər aparmalısan, dili hər kəsə öyrətməyi hədəfləyib, yəni hər təbəqədən, həyat tərzindən və talantdan insanlarla çalışaraq etməlisən bunu. Böyük bir rəqəmdir və böyük səbr, əzm tələb edən bir şeydir. Və bu müəllimə sərf etmir təbii ki. Çünki çoxlu resurslar gedir buna, zaman gedir, enerji gedir, tükənirsən. Başımda tük qalmayıb. Yəni, bu metod belə ərsəyə gəlir. Dünyada bunu heç kim etməyib indiyə kimi. Ona görə bu metod var. Yəni, sözümün cəmi budur ki, müəllim seçərkən bu adam işini bilirmi, bilmirmi? Buna baxmaq lazımdır. Bir həqiqəti qəbul etməliyik. Dil bir halda öyrənilə bilir. Siz dərsləri mənimsədikcə digərinə keçmək şərti ilə irəliləməlisiniz. Əgər kimsə sizə cədvəlləşdirilmiş dərslər təklif edirsə, biznes modelinə çeviribsə bunu, o adam çox yüksək ehtimalla nə elədiyini bilmir. Bilirsə də sərf eləmədiyi üçün eləmir. Belə. Yəni tələbələr dərsi öyrəndikcə digər dərsin mərhələsinə keçmək lazımdır. Mənimsədikcə. Öyrənmək, datanı qəbul etdim, hər şeyi başa düşürəm, bu deyil. Ustalaşmalısan sən onun üzərinə. Ən çox vaxtın elə birinci dərsə getməlidir. Və başqa heç yerdə də bunu təklif etməyəcəklər. Çünki bu heç kimə sərf eləmir sadəcə olaraq. Və necə edəcəklərini də bilmirlər. Mən təcrübə ilə də öyrənmişəm 10 il ərzində. Və sizə həqiqətən də ilkin müəllim deyə müraciət etmək mümkündür. Mən inanıram ki, yaxşı bir müəlliməm. Siz özünüz, hiss edirəm ki, siz özünüz ilkin mərhələsində dərslərin tələbəni öz səviyyənizə gətirib, oradakı aşağı səviyyədə olan səviyyənizə gətirib, daha sonra dərsi davam etdirməyi düşünürsünüz. Yəni, həmin tələbə ən azı o prosesdə sizin qədər bilsin. Tələbə nə qədər istəyirsə öyrənə bilər. Burada elə bir limit yoxdur. Amma ən azı. Başlandığı nöqtəni isə biz test edirik, hardan başlamalıdır və ona uyğun bir başlanğıc nöqtəsi seçirik ona. Yəni, tələbəyə heç vaxt bazar açıb, bax, bu level, bu qiymətədir, o level, o qiymətədir, kefin istəyəni götür. Qurban da sənə demirəm, yəni. Bu proqramda levellərin sərbəst satışı yoxdur. Ödəniş etdi, qeydiyyatdan keçdi, test olunur tələbə. Dil bilik səviyyənizə uyğun paketlə dərslərə başlayırsınız. Çünki istədiyiniz səristlik və professionallığı yalnız belə sahib ola bilərsiniz. Pilləli şəkildə davam etməlidir. Səliqə ilə, ölçülü biçilmiş şəkildə. Təşəkkür edirəm İlkin bəy, çox təşəkkür edirəm. Hər hansı bir əlavəniz yoxdursa, artıq verilişimizin sonuna gəlmişik. Təəssüf ki, verilişimizin sonuna gəlmişik. Çox minnətdaram gəldiyiniz. Vaxt çox sürətlə keçdi həqiqətən. Çox məhsuldar bir söhbət oldu. Düşünürəm ki, bəli, məhsuldar bir söhbət oldu, faydalı bir söhbət oldu. Çox minnətdaram bir daha. Təşəkkür edirəm. Uğurlar işlərinizdə. Mən də sizə uğurlar arzulayıram. Çox sağ olun. Qeyd edeyim ki, 14 TV-nin efirində Söz Səndə verilişini izlədiniz. İngilis dilini öyrənmə haqqında danışdıq. Sağ olun, gələn görüşlərə dək.